Təxliyə edilən kruiz sərnişinlərinin taleyi necə olacaq? Kanar adalarında hantavirus epidemiyası səbəbindən MV Hondius kruiz gəmisindən təxliyə edilən 18 Amerika Birləşmiş Ştatları və 7 Kanada vətəndaşı müayinə və karantin üçün Şimali Amerikaya qaytarılıb. Amerika Birləşmiş Ştatları hökuməti tərəfindən xüsusi reyslə gətirilən sərnişinlərin böyük hissəsi Nebraska Universiteti Tibb Mərkəzinə yerləşdirilib. Rəsmi məlumatlara görə qrupdakı bir nəfərdə virus aşkarlanıb, digər bir nəfərdə isə yüngül simptomlar müşahidə olunur. Hər iki şəxs təyyarədə izolyasiya edilmiş bölmələrdə daşınıb. Nebraskadakı milli karantin mərkəzində sərnişinlər risk dərəcəsinə görə qiymətləndiriləcək. Yüksək riskli sayılanlar ciddi nəzarətdə saxlanılacaq. Aşağı riskli şəxslər isə müəyyən şərtlər daxilində evlərinə qayıtmaq imkanı veriləcək. Ümumilikdə monitorinq dövrü 42 günə qədər davam edə bilər. Səhiyyə rəsmiləri əhalini sakitliyə çağıraraq vurğulayıb ki, bu virus COVID-19 kimi sürətlə yayılmır. Hantavirusun end variantı yalnız xəstə insanla uzun müddətli və çox yaxın təmas zamanı keçir. Buna görə də geniş miqyaslı epidemiya riski olduqca aşağıdır.